Uşaq mövzusuna da gəldikdə isə, mən Ülvinin birinci yoldaşı ilə, yəni birinci xanımı ilə biz daimi şəkildə əlaqədə olmuşuq. Uşaq mövzusuna görə mən şəxsən özüm öz əllərimlə görüşdürmüşəm. Uşaqları uşağımla da görüşdürmüşəm. Yəni üçünü də hər zaman görüşdürmüşəm və birinci xanımla da yəni ünsiyyətimiz var və hətta onun yəni uşağa ata sözünü mən dedizdirmişəm. Və mənə təsir eləyən də odur ki, bu şeyləri elədiyim halda bu qədər şər, o qədər rahat şər ata bilirlər, o qədər rahat belə ki, mən bunu nə ilə vura bilərəm, nəyi bilirəm birinin üstünə onu qoyub danışa bilərəm. Burada utanılacaq bir mövzu yoxdur. Hər kəs boşana bilər. Təbii ki, hər kəsin yəni sığortalanmayıb. Heç kim sığortalanmayıb bu həyatdan.